Bismillahirrahmanirrahim. Elhamdülillah vahda ve salatu ve selamu ala men la nebiye ba'de. Həmd edir Allaha. O Allah ki, gözlər ağladıqda onlara mərhəmət eləyər. Qəlblər ona boyun eydikdə onları rəhməti ilə əhatə eləyər. Nəfslər ona təslim olduqda onlara lütf eləyər. Səbəblər kəsildikdə o raufdur. Bütün qapılar bağlandıqda müraciət olunan odur. Bəlalar insanı sarsıtdıqda, müsibətlər onu əzdikdə o lətifdir. Pak və nöqsansızdır. O Allah ki, mərhəməti ilə hər şey əhatə etmişdir. Buna görə də ona həmd etmək tam onun haqqıdır. Onun heyratamiz sifətlərinə görə tərifləyir, görünən və görünməyən saysız hesabsız nemətlərinə görə Allah şükür edirik. Və şəhadət veririk ki, Allahdan başqa ibadətə layiq olan haqq məbudu yoxdur, o təhdi şəriki yoxdur. Və şəhadət veririk ki, Muhammed sallallahu aleyhi ve sellem Allahın qulu elçisidir. Allah onu fitnələrin şiddətləndiyi, ehtiyacların artdığı, zülmün küngəsində yeryüzünün bürüdüyü, cəhalətin isə zirvəyə çatdığı bir vaxtda göndərmişdir. Allah Peyğəmbər sallallahu aleyhi ve sellem vasitəsilə fitnələri aradan qaldırmış, batilin başlarını alçaltmışdır. Onun möcüzələri zalimlərin qarşısında zahir oldu və onlar məhv oldular. Qeysərlərin qarşısında xaçlar baş aşağı edildi, Kisraların sarayları salçıldı və haqq yol aydınlaşdı. Və Muhammed sallallahu aleyhi ve sellemə və onun ailəsinə və əhl-i beytinə Allah subhanahu ta'alanın salamı və salavatı olsun. Bugünkü mövzumuz elm əhli buyurur ki, bu elə bir günah haqqında danışacaq ki, o günah ümmətlərin parçalanma səbəbidir. Ümmətlərin parçalanma səbəbidir. Evlərə, qardaşlar arasından kin-küdurətin düşmə səbəbidir. Elə bir böyük günahdır ki, elə bir pis əxlaqdır ki, salih əməlləri puç eləyir, savablara aparır. Təmiz qəlbli insanları ondan iyrənirlər. Günahkarlar isə ondan məşğul olurlar. Bu, göylərdə işlənən ilk günah səbəbidir. Yer üzündə də tökülən ilk qanın səbəbidir. Nə qədər çirkin bir günahdır. Dostlar bir-birindən ayırır, qardaşlar bir-birindən nə eləyir? Düşmən eləyir. Onun sahibinə nə həqiqi dost qalar, nə də onu sevən qalar. Allah yanında ən alçaq məqamlardan biridir. Danışacağımız günah və bu əməl isə həsəddir. Həsəd. Yəni bildiyimiz kimi həsəd nədir? Həsəd başqasından nimətin aradan qalxmağını təmənni eləməkdir, arzulamaqdır. Yəni sən başqasından nimətin aradan qalxmasını eləyirsən, təmənni eləyirsən. Deyək ki, hikayətul həsəd, həsədin hekayəsi ta qədimdəndir. Həsədin hekayəsi Allahın Adəm əleyhissalam öz əli ilə yaratdığı, ona ruhundan üfürdüyü, onu şərəfləndirdi və mələkləri ona səcdə etməyi əmr etdiyi vaxt başlamışdı. Mələklər səcdə etdilər, lakin iblis neynədi? Səcdə etmədi. O zaman ki, mələklər səcdə etdilər, iblis səcdə etmədi. Səbəb nə idi? Adəm əleyhissalamın bu məqamına neynədir? Həsəd elədi. Allah azza və cəllə buyurur ki, وَلَقَدْ خَلَقْنَاكُمْ ثُمَّ سَوَّرْنَاكُمْ Biz sizi yaratdıq, sonra sizə surat verdik. ثُمَّ قُلْنَا لِلْمَلَائِكَ Sonra mələklərin hamısını uscudu li Adəmə. Adəmə nə eləyin? Səcdə eləyin. Hansı səcdə eləyin? Salam səcdəsi. Bu ibadət səcdəsi deyil. Salam səcdəsidir. Bizdən əvvəlki ümmətlərdə nə idi? Var idi. Bizim ümmətdə isə yoxdur. Bizdə salam nədir? Əssəlamu aleykum. Onlarda isə səcdə. Çünki Yusuf aleyhissalamın qissəsini oxuyanda bəzi qardaşlara maraqlı qalır ki, orada ki, Yusuf aleyhissalam nə deyir? İnni ra'aytu əhədə əşərə kəvkəbən və şəmsə vəl qəmərə ra'aytum li səcdin. Mən gördüm ki, 11 ulduz, günəş, ay mənə səcdə edirlər. Salam səcdəsidir. Onlarda var idi, bizdə isə yoxdur. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, əgər Allahdan qeyrisinə səcdə etmək olsaydı, əmr olsaydı, qadına əmr edərdim ki, kimə səcdə eləsin? Ərin həyat yoldaşına səcdə eləsin. Bu onu göstərir ki, Allah subhanahu ta'ala hər şeyi necə olub bilir. Necə olur hal-hazırda bilir, necə olacaq bilir və olmayacaq, olsaydı necə olacaq da onu da bilir. Fikir verir, olmayacaq bu şey. Amma Allah subhanahu ta'ala deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem buyuruyor ki, əgər Allahdan gerisi səcdə olmaq əmr olunsaydı ki, olunmayacaq. Əmr edərdim ki,
qadına əlinə səcdə eləsin. Quran-ı Kərimdə də bir neçə ayələr var bu barədə. Məsələn, Allah Subhanahu taala buyurur ki: "Və laqad uhiya ileyke və ilellezine min qablika la in eşrakte la yahbatanna amaluka və la takunanna minel khasirin." And olsun ki, sənə və səndən əvvəlkilərə belə vəhy elədi ki, əgər sən şərik qoşsan, əməllərin puç olar və axirətdə zərər çəkənlərdən olarsan. Təfsirçilər deyirlər ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin şərik qoşmağı mümkün deyil, onsuz şərik qoşmayacaq. Allah da bilir. Sadəcə olaraq qoşsa belə necə olacağını əvvəldə ona xəbər verir. Sən belə şərik qoşsan, əməllərin puç olar. Həmçinin bu kimi ayələrdə Peyğəmbər sallallahu əleyhi və səlləmə xitab, həm də bütün insanlara xitabdır. Yəni onun əməlləri puç olarsa, başqalarının əməlləri necə? Ona görə deyir ki, Allah Subhanahu taala əmrlədi sucudu elədi, fəsəcədu. Hamısı səcdə elədilər, illə iblis. Yalnız iblisdən başqa. Ləm yekun minəs səcidin. O səcdə eləyənlərdən olmadı. Qale, Allah dedi: "Mə mənəkə əllə təscudə iz əmərtuk." Yəni o zaman ki, sənə əmr olundu səcdə olmaq, sənə mani olan mə mənəkə. Mani olan nə idi? Nə səbəbə səcdə eləmədin? İblis dedi: "Qale ənə xayrım minhu." Mən ondan daha xeyirliyəm. O böyle həsədin özüdür. Böyle həsədin özüdür. Ənə xayrım minhu xaləqtəni min nərin və xaləqtəhu min tin. Məni oddan yaratmışsan, onu isə palçıqdan. Qalə ba'dəl müfəssirin. Bəzi təfsirçilər deyirlər ki, əvvəl mə usiyallahi bil həsəd. Əvvəl mə usiyallahi bil həsəd. Allah'a asi olunan ilk günah həsəd səbəbindəndir. Allah'a asi olunan ilk günah həsəd səbəbindəndir. Yani bu da işte bir kimdə hasıl oldu, ortaya çıxdı iblisdə. Hətta iblisin o qədər həsədi şiddətləndir ki, Allah'ın qəzəbinə düşər oldu. Və bundan sonra bildi ki, Allah'ın qəzəbinə düşər olub, o kifayətlənmədi, neynədi? Adəmin zürriyyətini azdırmağa özü söz verdi. Allah söz verdi ki, Adəm Aleyhisselam zürriyyətini azdıracaq. Səbəb, necə özü Allah'ın qəzəbinə düşər olub, istəyir ki, onlar da Allah'ın qəzəbinə düşər olsunlar. Ona görə də ta ki ölüm ayağında belə, ora qədər sən rahat bırakmayacaq. Bu müharibə həmişə davam edəcək. Ona görə Allah Subhanahu taala buyurur ki, "İnne şeytane lekum aduvvun fettehizuhu aduvva." Şeytan sizin düşməninizdir, onu öz üzərinə götürün, düşmən götürün. İblis buyurdu ki, yani Allah'a dedi ki ayədə, "Bimə əvhəytəni la əq'udenne lehum sıratekal müstəqim." Yani sen bana azdırdığına göre ben de sen düz yolunda oturacağım. Sıkı kuracağım yani. Azdırmak için. Sonra onun önlerinden, arkalarından, sağlarından, sollarından onun yanlarına onların yanına geleceğim. Sen onların çokuşunu şükreden görmeyeceksin. Öyle diyorsa öyle değil. Böyle evet. Qalilə min ibadiyə şəkur. Qullarımdan şükreyəni azdır. Başka da Allah Subhanahu ki, iblisin onlar hakkında zənni doğru çıxdı. Aydındır. Yani söz verdi, öz sözüne de əməl edir. Qale İbn Qayyim rahimehullah, İbn Qayyim rahimehullah buyurur ki, "El-hasidu şebihu bi iblis." Həsəd eləyən iblisə bənzəyir. İbn Qayyim buyurur ki, həsəd eləyən iblisə bənzəyir. Əslində isə o iblisin ardıcıllarındandır. Davamçılarındandır. Çünkü o da şeytanın sevdiği şeyi istəyir. İnsanların pozulmasını ve Allah'ın onlara verdiği nimetlerin ellerinden çıkmasını. Çünkü o da istəyirdi ki, Adem'e verilen nimet onun elinden çıksın. Kim ki istəyir başka bir insandan, başka insanın alimə dili fərqi yoxdur. Hətta kafirə belə həsəd eləmək olmaz. Kafirə belə olmaz. Çünkü həsəd nədir? Allah'ın qəzə və qədərini isyandır. Allah'ın qəzə və qədərini isyandır. Sanki insan diliyle deyir ki, niye ona vermişsən, mənə verməmsən? Dilinlə deməsə də həsəd eləməyi elə onu göstərir. Həsəd eləməyi elə onu göstərir. Sonra ise ilim ehli buyurur ki, bundan sonra ise yerde işlenen ilk günahdır. Yerde işlenen ilk günahdır. İlk günah hansıdır yerde işlenen? Həsəd bu kimlərin arasına girmişti? Adem'in Aleyhisselam'ın iki tane oğlanların arasına. Yani iki oğlu bu meselede birbirine həsəd aparmıştılar. O zaman ki
Allah Subhanahu taala onlardan Allah'a yaxınlaşmaq üçün bir şey istədikdə, yaxınlaşmaq üçün bir şey istədikdə, onlardan biri verildi, Allah ondan qəbul elədi, yaxşısını verdiyi üçün, o sizə pisini verdiyi üçün ondan qəbul eləmədi. O da nədir? Həsəd elədi qardaşını, dedi ki, لَأَقْتُلَنَّكِ səni öldürəcəyim. Deneyəcəm səni. Öldürəcəyim. Alimdir fikir ver, qəzəbləndi. Qəzəbi hara apardı? Sonra həsəd. Həsəd, sonra niyyət, sonra qətl. 4 mərhələlidir. Ona görə qəzəb anında qəzəbcil olmaq lazımdır. Fikir ver, əksər hal-hazırda qətlə görə cəzalandıran insanları soruş. Qəzəbimə yenik düşdüm. Peki bir saniyeler sonra qətl törətdən sonra peşman olur. Aydındır. Ama kim peşman olmamıştı? Qabil peşman olmamıştı. Aydındır. Peşman olmuş neye göre? O zaman ki kardeşini öldürdü ve kardeşinin ölüsü göz qabağındaydı. Allah Subhanahu taala Qorab, necə ki ayədə keçir, qarğanı göndərdi. Aydındır. Qarğanı göndərdi. Ki digər qarğanı neyir? Bastırır. Digər qarğanı özdə alimlər deyirlər ki, Qabilin elədiyi əməl, o qətl, nə qədər iğnəş bir əməldirsə, Allah ən pis heyvanlardan birini göndərdi ona nümunə olaraq. Qarğanı. Qarğa da ən zərər vericilərdəndir də. Aydındır. Ən zərər vericilərdəndir. Qarğa zərər vericidir ümumiyyətlə. Onu göndərdi. Onun pis əməlinə görə. O da onu gördü. Nə dedi? Dedi ki, peşman oldu. Nəyə görə? Qardaşını öldürdüyünə görə yox. O qarğa kimi olanmadığına görə. Ki, mən o qarğa kimi neyin yemədim? Olanmadım. Yəni, qardaşımı dəfn edə bilmədim. O da o cür dəfn elədi. Aydındır. Dedi ki, bu girdi olanın arasına. Dedi, səni öldürəcəm. O isə dedi ki, لَاِنْ بَسَطَّ yedikə. Əgər mənə əl atsan, məni öldürməyə, mən sənə əl atan deyiləm səni öldürməyə. Aydındır, alimlər deyirlər ki, əslində Qabil, Qabildən daha qüvvətli idi. Aydın, adi, yəni sənə qarşı əl atmamağım, sənə olan qarşı olan acizliyimdən deyil. Mən də yumcadı sənə. Nə dedi ayənin ardınca? İnni əxafullah. Mən aləmlərin Rəbbindən qorxuram. Qorxuram deyə sənə əl atmıram. Onun gibi burada neyin əhəmiyyəti ortaya çıxır? Niyyətin. Bir insanı öldürməyə niyyətlənsə, vuruşsalar ikisine de günah var. Peygamber sallallahu aleyhi ve sellem ne dedi? Ölen de öldüren de cehennemliydi. Diye ya Resulullah, öldüren bildi. Ölen niye? Dedi ölen de onu öldürmek istəyirdi. Burası biraz ferasetli çıktı yani Lord ile desek. Aydındır. Karşı karşıya geldiler. Bu daha güçlü olup daha ferasetli çıkıp. Ama onun niyeti var idi. Onun için alimler bundan qayda çıkarıp deyirlər ki, bir insan pis əmələ niyetlənərsə, hər hansı bir pis əməl, Allah'tan qorxmamağın başka şeyin sebebinden ondan yayınarsa, həmin insana niyetin günahı yazılır. Niyetim pis bir əməl eləməyə. Prosto alınmadı. Aydındır. Getdin alınmadı. Veyahut da gedib döyəcəydin ki, 10 nəfər gəlirlər bunlar. Aydındır. Sen onu Allah için öz qəzəbini cilolamadın. Nə üçün ciloladın? Başka şey səbəbindən. Sənə yine həmin niyyətin günahı yazılır. Əməlin olmasa da. Ama kim ki pis əmələ niyyətlənərsə, həmin niyyətləndiyi şeyə Allah qorxusundan geri çəkilərsə ona savab yazılır. Diyor Allah'tan qorxub. Görsən nə dedi? Adəmin qardaşı dedi, İnni əxafullah. Sən mənə əl atsan, mən aləmin Rəbbindən qorxuram. Quran-ı Kərimdə alimlər deyirlər, 2 yerdə keçib bu. Mən aləmlərin Rəbbindən qorxuram. Birini Həşr surəsindən iblis deyir. Qaləl insan ukfur, insana deyir kafir ol. O kafir olmasa deyir, mən aləmlərin Rəbbindən olan Allah'tan qorxuram. Amma bu yalandı. Amma Adəmin qardaşı Habilin dediyi haqdır. 2 dənə ayə var cəmi Quranda. Mən aləmlərin Rəbbindən Allah'tan qorxuram. Biri haqlıdır, düz deyir. Habil. İkincisi de kimdir? İblisdir. İblis de yalanlan değil. Mən aləmlərin Rəbbindən Allah'tan qorxuram. Ona görə leysə kullu men yeddə'i, alimlər deyirlər ki, hər təqva iddia edən adam müttəqi olmur. Təqva iddia edən çoxdur. Təqva iddia edən çox. Görsən nə dedi? İblis de ki, aləmlərin Rəbbindən Allah'tan qorxuram. Necə insan ukfur, insana deyib kafir ol.
Sonra kafir ondan sonra deyir ki, mən aləmlərə bunun altından qorxuram. Deməli, bu iddiası nədir? Yalancıdır. Sadiq olan isə kim idi? Habil. Quranda 2 yerdə keçib, bu aləmlərə bunun altından qorxuram. Habil isə haqlı idi. Ona görə deyirlər ki, Əbu Leys Əs-Səmərqandi rahimehullah buyurur ki, həsəd aparan kimsə, həsədinin hədəfinə çatmadan əvvəl 5 şeylə cəzalandırırlar. Hələ hədəfinə çatmayıb. Falan kəsə zəd eləyir. Və o həsədinə çatmadan əvvəl 5 şeylə cəzalandırılır. Ey Allahın qulu, bu 5 dənə şey diqqət elə. 1. Heç vaxt bitməyən qəm və sıxıntı. Sıxıntı içində olur. Niye? Çünkü onda olan nimeti görür özünden. O bizde deyirləri sığışamır yani. Rahatlık tapabilmir. Daimi qəmdədir. Baxır ki, bu maşın aldı, dəyişdi, ev aldı falan. Bərəkət də eləyəmir, həsəd qoymur dua eləməyə də. Aydındır. 2 mənada dua eləməyə. Həm qardaşına dua eləməyə, həm də həmin şeyi Allahdan istəməyə. Həsəd aparan insan daimi narahatlıq içində yaşayır. Başqalarının nimətini görürsə də qəlbi daralır. Və rahatlıq tapa bilmir. Elə bir müsibətdir ki, ona görə heç bir savab qazanmaq. Əslində insan müsibətə görə nə qazanır? Savab. Amma bu elə bir müsibətdir ki, əksinə günah qazandırır. Normalda başqa şeyə görə sıxılsan, hədisə gəlib baxır ki, müsəlmana baş verən sıxıntı, qəm, kədər, ayağına dikan batması və s. hamı son günahları kəffarət. Amma bu elə bir sıxıntı ki, heç günahları da kəffarə deyil. Daha da qəlbi qaraldır. Deyir ki, çünki bu əzabın səbəbi öz nəfsidir. Bu niyə əzab çəkir? Allah'tan gələn imtihan yox, öz nəfsinə görə. Etiraz edir Allah'ın yazdığı qəza qədərə. Ya falan cəz vermirsən, ma verməmsən. Dilindən demir bunu. Sadəcə o verirlər 2 dənə ərəblə yaxşı söz var. Deyirlər, bir var lisanul hal, lisanı dili, bir də var lisanul məqal, bir də var danışdığımız bu dil. Yəni, bəzi insanlar bunu lisanül məqa, yəni dillə deməsələr də bədən halları nəyə göstərir ki, niyə falan gecə vermirsən, ma verməmsən. Alləmə İbn Ütheymin rahmanullah deyir ki, hətta kafirə belə həsəd eləmək olmaz. Çünki həsəd Allahın qəza qədərinə üsyandır. Deməli, hələ bu qəza qədəri yaxşı başa düşməyib. Hələ bu qəza qədəri yaxşı başa düşməyib. Ona görə əhlüsünnə alimlər deyirlər ki, qəza qədəri yaxşı bilmək, dünyada insanın qəlbini rahat şəkildə səlim saxlamasının ən böyük əlamətlərindən. Şeyh İbn Hüseymin deyir ki, bilirsən ki, verən doğdu, Allah'ın doğdu. Onda sahib vermədiyinə görə niyə qəzəblənirsən? Başqasına verdiyinə görə niyə qəzəblənirsən? Bilmirsən, verən o dua, Allah'ın oldu. Sələflərdən bəziləri deyirlər ki, biz o duanı Allah'a ibad eləmiş. Yansı duadır. La ilahe illallah vahdehu la şerike le, lehul mulku ve lehul hamdu ve huve ala kulli şeyin qadir. Yəni, sən biləndə ki, ləhul mülk, mülk onundur. Mülkü də istədiyin şəkildə verir. Kimə qəzəblənirsən? Həmin insana, o özü verməyib ki, o nimət özünə. Onu verən var. Deməsən, əslində kimə qəzəblənirsən? Verənə. Ona görə deyirək, çünki əzabın özündəndir. 2, əlinə deyirək, insanlar arasında qınanmaq. Qınaq səbəb olur. Çünki insanlar o bəzən insan həsədi hiss elətdirir. Acındır. O getdi neyi qabağa, sən dəhşədir. Ay, maşallah deyənmir, Allah bərəkət versin deyə. Bu həsədin əlamətidir. Əgər qarşını almaq istəyirsə, tez dua elə. Qoy o nəfs əziyyət çəksin orada. Deyən Allah bərəkət versin. Bəs insan deyənmir, özünü zorla. Deyən Allahümmə bərik, maşallah. Özünə də ait da insan bu. Bəzən yu'cibuka şey nəfsi. Ola biz insanın nəfsində onu təəccübləndirən nəsə olsun. Dua elə. İzdəxaltə cənnətəkə qultə məşə Allah lə quvvətə illə billə. Kəhf surəsində. Deyir, əgər sən bağına girəndə desəydin ki, maşallah, lə quvvətə illə billə, bu hala gəlməyəsiydi bağın. Bəzi alimlər bu aydan dəlil çıxarıb deyirlər ki, özündə nəyisə bəyənəndə nə deyirsən? Maşallah, lə quvvətə illə billə. Hər hala aid da bu. İnsan saçını bəyənə bilər, minini bəyənə bilər, gözünü bəyənə bilər, hər şeyə aid. Aydındır. Gördün, xoşuna gələn bir şey oldu, dərhal edirsən sən ona. Özün üstündə dua edirsən ki, maşallah, lə quvvətə illə billə. İnsanlar arasında neyinlər? Qınanlar. Alimlər deyilir ki, çünki həsəd elə bir şeydir ki, həsəd aparanı heç kim tərifləməz. Əksinə onu məzəmmət edir. Aydın insanların gözündən düşər.
Deyirlər, sonra Allah Subhanahu taalanın qəzəbi. Çünki Allahın qəzəbi niyə? Çünki həmin insan Allahın bölüşdürülməsinə etiraz edir. Narazılıq edir. Alimlər deyirlər, bunun ən böyük zərərlərindən biri müvəffəqiyyət qapılarının onun üzrə bağlanmağıdır. Özü də müvəffəq ola bilmir. Allah Subhanahu istəyir ki, hamımızı həsəddən qorusun. Yəni belə bir insan, yəni bundan sonra hansı xeyir ümid edilə bilər? Gör nə qədər şər şeydir. Həsəd aparanlar necə edirlər? Öz qəlblərini neniblər? Sanki vəhşiləşdiriblər. Sinələrini kinlə doldurublar. Qəlblərini qaraldıblar. O qəlb ki, nə lazımdır? Qiyamət günü yalnız o salamat qəlblə gələnə fayda verəcək. يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللّٰهَ بِقَلْبٍ سَلِيمٍ. Salamat qəlb, alimlər birinci küfrdən, şirkdən təmiz olan qəlb, bidətdən həmçinin baba həsəd. Aydındır? Çünki həsəd küfrə də apara bilər. Həsəd küfrə də apara bilər. Buna da dəlil nədir? Yahudilərin bu ümmətə və Peyğəmbər sallallahu aleyhi ve sellemə həsəd eləməsi. Quran-ı Kərimə baxın. Fikir verin. Allah sonra neçə yerdə deyir ki, sizə olan həsədlərinə siz də dindən döndərmək istəyirlər. Aynı yüzden həsəd küfrə apara bilər. Apara insanı küfrə. Falan kəsə verib, mənə vermir. Nə qədər bugün insanlar var, zəif iman insan. Şeydən istifadə edir. Falan kəsə baxır, kafirdir, ki, namaz da qılmır, hər işi düzgündür. Sənin işin getmir, başlayır şeytan vəsvəsə eləməyə. Başlayır, sən də alınmadı, əlini aratsan alınmır, deməli. O həsəd aparır onu küfrə. Və şeytan da onu zəif yakalayır həmin vəziyyətdə. Peyğəmbər sallallahu aleyhi ve sellem nə qədər ibadət edirdi. Allahın ən sevdiyi qulu idi. Arpa çöreğinden doymadan gitti. Aydındır. O demek değil, sen güclü ibadetlerin olanda senin borcun olmayacak, harcın olmayacak, hiçbir sıkıntı çekmeyeceksin. Əksinə, belki de ibadetler gücləndikcə sıkıntıların çox olacaq. Ki, müəyyən bir dərəcəyə qaldırsın Allah səni. Həmçə zikridir o Fəcr surəsində ayəni. Əmməl insan, İzə məbtələhu Rabbu fə əkraməhu və nə'aməhu və yəqul Rabbi əkramen. Rəbb onu imtihan edib, bolluca nemət verən deyir, Rəbbim necə də gözəl səxavət sahibidir. Amma idən məbtələv fəqədərə aleyhi rizqahu. Amma onu imtihan edib, biraz rüzünü azaldanda, fəyəqul Rabbi əhənən. Rəbbim mənə alçatdı. Çünki ucalmağı və alçalmağı gündə neçə manat qazanmağına baxır. Aydındır. Elə bil ki, gündə çox qazansa, onu ucatdı bunu. Az qazansa alçatdı bunu. Borcu olsa vapşi. Aydındır, bəzən müsibət yaxşıdır. Ona görə Şeyx Hüseyin İbn Teymiyyə rəhməhullah olan sözü düsturdur. Nə deyir? Deyir ki, səni Allahdan uzaqlaşdıran nemətdənsə Allah yaxınlaşdıran müsibət yaxşıdır. Niyə sonra nemət səni Allahdan uzaqlaşdırır? Verdi sadəcə ondan aran zəiflədi. Ondan sonra imtihan edib aranız yaxşı olsa yaxşıdır. Mühüm olan onunla aran yaxşı olmalıdır. Aydındır, sənin özün halın deyil. Ona görə deyirlər ki, həsəd ixtilafların səbəbidir. Kitab verilənlər. Allah Subhanahu taala buyurur ki, qorxudan müjdələyən peyğəmbər göndərdi olan. Nə vaxt parçalandılar? Bəğiyən beynəhum. Aralarında olan həsəddən dolayı. Peyğəmbər sallallahu aleyhi ve sellem nə buyurur? Siz xeyir üzərində olmağa davam edəcəksiniz. Nə zamana qədər ki, həsəd eləməyəcəksiniz bir-birinizə. Aydındır. Həsəd yaxşı əməllər halində deyil, yeyib bitirir. Bəzi rəvayətdə deyir ki, həsəd necə savabları yeyib bitirir. Daha necə ki, ocağın quru odunu yeyib bitirdiyi kimi. Elə gedir və bəzən həsəd nəyə səbəb olur? Qeybətə, nəmmamlığa, başı iki məsələsi dilməyir, sonra başını ona qədər danışmağa. Və beləcə də iki dənə böyük şəhəri cəm edir. Aydındır, hansı ki, ikisi də zülümdür. Çünki sən əslində həsəd olunan adam məzlumdur. Həsəd edən isə zalimdir. Eləmi? Həsəd olunan insan məzlumdur. Birine Allah nəsə verib, o bizə vermir. Bu yazıq niyə Allah buna veribdir? Hem onun günah nədir? Aydındır. İnsan qayıt deyir ki, mən günah nə deyim, mən həsəd edirsən. Mən vermişəm özümüz, bu nimətləri kim verir? Allah. Əslində sənin etirazın onadır, mən deyil. Ona görə deyirlər ki, həsəd edən adam məzlumdur. Kimi ki həsəd olunur, o məzlumdur. Kimi ki həsəd edir, o da zalimdir. Çünki zülm edir həmin insana. Ona görə deyirlər ki, ey Allahın qulu, neçə insanın
Nəyi əlindən almışdı? Rahatçılığı həsəd səbəbindən alınmışdı əlindən. Neçə insanın sevincdən məhrum olmuşdu. Neçə insanların qəlbləri qəm, kədər, hüzün gəlmişdi. Nə səbəbindən? Həsəd səbəbindən. Həsəd yapan insan nə deyirsən ki? Ey Rəbbim, bu niməti niyə ona verdin ki? Belli də o, Allahın hikmətini etiraz eləmiş olur. Nəyinə? Hikmətini etiraz eləmiş olur. Ədalətinə etiraz eləmiş olur. Ki Allah adil deyil. Acınlığı nəyə etiraz eləmiş olur? Hikmətinə, ədalətinə və nimətləri bölüşdürməyinə. Və nimətləri neyinə? Yəni bölüşdürməyini etiraz eləmiş olur. Çünki Allah subhanətə nimətləri bölüşdürməyini neyib? Buna çox verib, ona az veribdir. Çünki Yüce Allah mənaca tərcümədə buyurur ki, yoxsa onlar Allahın öz lütfünən insanlara verdiyi nimətləri mi hapse əlsəd aparırlar? Allah subhanətə öz nimetindən kiməsə nəsə verib. Eğer sen de onu istiysənsə, fəsəlullah min fadli. Allahın lütfünə sən də isteyin. Kimisi evi, mini, elmi, her şey ait da bu. Həsəd buna her şey ait. Yalnız o qibtədir ki, malı olub Allah yolunda xəşləyən, bir də elmi olub insanları faydalandıran. Qibd də başqa şeydir. Qibdə bizim nədir? Nimət onda qalsın, məndə də olsun. Amma həsəd yox, o cahil olsun, mən alim olum. O dəvət eləməsin, mən eləyim. Bu həsəddir. O deləsin, mən deyiliyim, vaxt mən elimdə ondan güclüyüm, bu icazəlidir. Hətta ondan çox istəsəm belə. Əlinə deyil, bunda dəlil nədir? Musa Aleyhisselam. Musa Aleyhisselam bir topluluq gördü, çoxlu topluluq. Elə bilir ki, onun ümmətidir. Dedilər, bu sənin ümmətin deyil. Muhammedin ümməti sallallahu aleyhi ve sellem. İstəyirdi ki, onun ümməti çox olsun. İcazəlidir bu. Aydındır. İstəyə bilərsən. Hətta sən ondan daha savadlı olasan. Problem yox. Əsl odur ki, ondan nimət getməsin. Sen ondan daha çok sadaka verirsen. Ama o kasıb olsun, bankrot olsun, mən kaçtayım, elə yox. Acındığı nimeti başkalarından getməyini istəməmək. Əhum yuqsimuna rahmetə rabbik. Sən Rəbbinin deyir, rəhmətini Allah deyir, onlar mı bölüşdürürlər? Yoxsa onlar mı bölüşdürürlər Rəbbinin rəhmətini? İstədiyim kimi veririm. Mən lütfümdəndir. Allah deyir ki, dünya həyatından onların rüzünü biz bölüşdürmüşük. Bəzisinin digərlərindən dərəcə etibarıyla üstün eləmişik. Kimdir Allahın xəzinəni insan arasında istədiyi kimi bölüşdürmək istəyən? Kimdir Allahın hökmünə qarışmaq istəyən? Ona görə deyirlər ki, yəni ərəb şairlər belə deyirdilər. Mənə həsəd apararaq gecəni keçirən denən ki, bilirsənmi əslində kimə qarşı ədəbsizlik etmirsən? Allahın hökmünə etiraz etmirsən, çünki onun mənə verdiyindən razı olmamısan. Buna görə də Rəbbim mənə daha çox verdi. Sən isə ümid qapılarını özünə bağladın. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellemin yəni hədisi zikr olunur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bir qulun qəlbində həsədlə iman birlikdə ola bilməz. Tamamilə çıxmış o mənasında yox. Yəni bir insan həsədçi olsun və kamil mömin olsun, olmaz belə. Həsəd o möminindəki o kamilliyə aparacaq. Əksinə siyahətə sadır. Geniş köksdə olmaq lazım. Elhamdülillah, verib Allah bərəkət versin. Qardaşın da, elhamdülillah. Maşın verib sağ yolda gedir, səni də götürəcək. Necə yandı? Mal verib ki, sabah çörə yenir, səni də yüzdürəcək. Əslində özünə zərər edirsən, hər cəhətdən. Dua ilə, elhamdülillah, Allah bərəkət versin. Zaten Allah istədiyini çatdırır. Aydın, elhamdülillah, alimə deyirlər ki, bu ən böyük şey. Bir, qurtulmaqdan ötürü bundan. Onun üçün dua ilə məcbur elə hepsi. Bəzən həqiqətən insan həsəd güclü olanda dua elə bilmir. Böyle qalır ağzında ilişir qalır, deyəmir ki, Allah bərəkət deyəmir. Bir ilişir qalır, həsəddəndir. Təsadüfü deyir Allah subhanətələ Quran çəmişin gələcəyin o özü. Min şərri həsəd, izə həsəd deyir. O boyda şərri şeyləri zikr edir, onun üçün də həsəd edir. Həsəd məhv edir də. Bəzilə deyir, həsəddən göz əmələ gəlir, göz deyəməyə məhv edir. Hamısı problemi apar çıxardır. Yəni bu böyük xəstəliyi həsəd sizdən əvvəlki ümmətlərdə gəldi və onları məhv apardı. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sizdən əvvəlkilərin xəstəliyi gəlib çatmışdı. Həsəd, yarhamukallah. Həsəd və kin. Bu ikisi qırxandır. Bu ikisi həllaqdır. Peyğəmbər sallallahu əleyhi və səlləm bu ikisi qırxandır. Həsəd və kin. Mən demirəm saçı qırxır. Deyirəm ki, dini qırxır. Yəni o imanın, o kökün özürlüyünü qazıyla aparır. Fikir ver hədisə.
Başqa ise Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, insanlar bir-birinə həsəd aparmadıqları müddətcə xeyir üzərində olacaqlar. Həsəd aparan insanın rəzzilliyinə dəlalət edən ən böyük şeylərdən biri də odur ki, Allah Subhanahu taala Fələq surəsində qullarına əmr edib ki, həsədçidən Allah sığınsınlar. Necə ki, yəni şeytan şərindən Allaha sığınırıq, eləcə də həsəd aparan şərindən də Allah Subhanahu taala sığınırıq. Çünki deyir ki, ərəb şairlərindən biri deyir ki, hər bir düşmənçiliyin dostluğa çevrilməyi mümkündür. Hər bir düşmənçilik dostluğa çevrilə bilər. Lakin həsəddən doğan düşmənçilik istisnadır. Sonra qayıt dost ola bilmirsən. O qədər sən həsəd edib ki, onun ki, alimlər deyirlər ki, bu sizdən əvvəlki ümmətlərin həlakının səbəbi bu ümmətin arasını furan şey, fikir verin, Yusuf Aleyhisselamın qardaşları Peyğəmbərlərin evinə girdi bu həsəd. Göydə edilən ilk günah, yerdə edilən gök günahdır. Allah Subhanahu istəyir ki, bizi, hamımızı həsəd və onun kimi pis münkər əməllərdən qorusun. Hamımıza salamat qəlb versin. Allah Subhanahu istəyir ki, ölkəmizi əmin-amanlıq yürüd eləsin daimi. Və sallallahu aleyhi və səlləm Muhammedin və alə alihi və sahbihi ecmaîn. Subhanallah.